Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, bugün 5 aprel tarixində 2026-cı ildə Güvən Hazırlıq kursları növbəti dəfə blok imtahanlarını təşkil elədi. Xatırladım ki, bu 13-cü blok imtahanlarıdır ki, təşkil olunur. Gəlin biologiya sualları ilə birlikdə tanış olaq. Suallara isə aydınlıq gətirmək istəyirəm mən, Şəlalə İbrahimova. Biologiya sualları qarşımızdadır. Əziz abituriyentlər və müəllimlər, hər birinizin fikri mənim üçün önəmlidir və dəyərlidir. Şərh bölməsində öz fikirlərinizi yazmağı, hər hansı bir sual barədə fikirləriniz yaxud özünüzə məxsus həll yollarınız varsa, buyurun, şərh bölməsində öz fikirlərinizi bildirin. Bildirdiyiniz fikirlər üçün əvvəlcədən sizə təşəkkür edirəm. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Gəlin suallara baxaq. İnsanda müəyyən vaxt ərzində sakit halda alveollardan qana keçən oksigenin həcmi, ağciyərdən atmosferə xaric olunan karbon qazının həcmi isə X-la ifadə olunub, alveollardan keçən oksigenin həcmi N-lə ifadə olunub və X-in qiymətini tapın deyir. Gəlin baxaq ki, 25 kub santimetr alveollardan oksigen keçəndə 20 kub santimetr karbon qazı ağciyərdən xaricə keçir. Beləliklə, N kub santimetrdə isə X. X-imiz nəyə bərabər olur? N vuraq 20 bölünsün 25-ə bərabər olur. Və 20 ilə 25-i 5-ə ixtisar eləyərəm. 4 və 5 vurulsun N kimi ifadə olundu. 4N bölək 5 ifadəsi isə C bəndində bizə göstərilib. Uyğunluğu müəyyən edin. Uyğunluq üçün bizə verilib çay xərçəngi, may böcəyi və xaçlı hörümçək. Cinsiyyət vəzləri başdöş hissədə yerləşir ifadəsi əlbəttə ki, çay xərçənginə aiddir. Çünki may böcəyi və xaçlı hörümçəyin cinsiyyət vəzləri qarıncığın sonunda yerləşir. Beləliklə biz A bəndini çay xərçənginə. Bığcıqları olmur. Bu, hörümçəyə məxsus olan bir əlamətdir. Digər heyvanların isə bığcıqları var. Alt çənələri olmur ifadəsini biz çay xərçəngi və may böcəyi haqqında işlədə bilmərik, amma bu ifadəni xaçlı hörümçək haqqında əlbəttə ki, işlədə bilərik. Çünki xaçlı hörümçəyin ağzında xeliser və pedipalp var. Ona görə biz C bəndini hörümçəyə aid elədik. Həzm sistemi və ifrazat orqanları əlaqəli deyil. Bu ifadə çay xərçənginə aiddir. Həzm sistemi ayrı, ifrazat sistemi orqanları ayrı fəaliyyət göstərir. May böcəyi və xaçlı hörümçəkdə Malpighi boruları olduğu üçün ifrazat və həzm məhsulları bir-biri ilə əlaqələnir. Beləliklə, D bəndini mən çay xərçənginə aid etmiş oldum. Postembrional inkişafı dolayı yolla baş verir ifadəsi isə biz may böcəyinə aid eləyəcəyik. Çünki may böcəyində sürfə mərhələsi olur. Y bəndini aid elədik may böcəyinə. A, D, 2-yə Y, 3-ə B isə C, E bəndində bizə verilib. Uyğunluğu müəyyən eləyin. Uyğunluq üçün bizə soxulcan, ağ planari və qum qurdu heyvanları verilmişdir. Birinci ifadədə mən ağ planari ilə soxulcan üçün, ikincidə ağ planari və qum qurdu üçün, üçüncüdə isə soxulcan və qum qurdu üçün ortaq cəhətlər seçməliyəm. İkinci bədən boşluğuna malik olan heyvanlar əlbəttə həlqəvi qurdlardır, ona görə soxulcan və qum qurdu. Xüsusi tənəffüs orqanı olmayan heyvanlar soxulcan və ağ planaridir. Amma qum qurdu barədə xüsusi tənəffüs orqanı yoxdur ifadəsini işlətmək olmaz. Bədəni buğumludur ifadəsi soxulcan və qum qurduna aiddir. 3 ifadəsini həlqəvi qurdlara, su mühitində yaşayır ifadəsi isə ağ planari və qum qurduna aiddir, lakin soxulcana aid deyil. Birinciyə 2, ikinciyə 4, üçüncüyə isə 1-3 ifadəsi A bəndində bizə təqdim olunur. Növbəti suala keçək. Növbəti suala baxırıq. Cədvəldə uyğunsuzluğu müəyyən eləyin. Deməli, harda uyğunsuz bir ifadə görəriksə, onu işarələmiş olarıq. Uşaqlıq boynu uşaqlıqla uşaqlıq yolu arasında yerləşir. Doğru ifadədir və doğru kimi də qeyd olunub. Yumurta hüceyrə yumurtalıqdan bilavasitə uşaqlıq yoluna düşür.
yumurta hüceyrə yumurtalıqdan uşaqlıq borularına düşür. Lakin yanlış verib. Yəni deyir ki, bu ifadəni mən yanlış deyirəm. Bəli, yanlış dediyini etiraf elədiyinə görə doğru fikirdir. Rüşeymin ilkin inkişafı uşaqlıq borusunda baş verir və doğru olaraq qeyd edir. Doğru fikirdir. Folikulda ovulyasiyadan sonra əmələ gələn xarici sekresiya vəzisidir. Folikulda yumurta hüceyrə ovulyasiyadan sonra yumurtalığı tərk eləyir. Və yumurtalığı tərk eləyəndən sonra orada sarı cisim əmələ gəlir. O, daxili sekresiya vəzisidir. Burada isə xarici sekresiya vəzisi yazır, lakin deyir yanlışdır. Sözü yanlış deyirəm. Yanlışı etiraf elədiyinə görə doğru götürürəm. Yumurta hüceyrə uşaqlıq yolu ilə uşaqlığa tərəf hərəkət eləyir fikri doğru verir. Bu fikir yanlışdır. Gəlin baxaq. Yumurta hüceyrə folikulun içərisindən çıxdıqdan sonra uşaqlıq boruları ilə hərəkət eləyir. Uşaqlıq yolu ilə hərəkət eləmir və səhv fikri doğru ifadəsi altında verdiyinə görə biz 5 bəndini götürürük. Cədvəldə X-in yerinə nə yazaq? Döş qəfəsi olsun, göz qapaqları olsun. Lakin gəlsəmə qapağı olmasın. Gəlsəmə qapağı yoxdursa xanı balığını çıxaq. Döş qəfəsi varsa göl qurbağasını, su ilanını, boz akulanı çıxaq. Çünki onların da döş qəfəsi yoxdur. Deməli, X-a həm döş qəfəsi olsun, göz qapaqları olsun, amma gəlsəmə qapağı olmasın, zolaqlı kərtənkələ uyğundur. Analizatorlarla bağlı düzgün fikri göstərin. Buynuz qişa görmə analizatorunun birinci hissəsinə aiddir deyir. Doğru deyil, çünki görmə analizatorunun birinci hissəsi reseptor yerləşən hissədir. Gözümüzdə isə reseptorlar torlu qişada yerləşir, buynuz qişada yerləşmir. Qazanılmış uzaqdan görmə qüsurunun səbəbi göz almasının qısa olmasıdır. Doğru fikir deyil. Qazanılmış uzaqdan görmə qüsurunun səbəbi billurun qabarıqlığının azalmasıdır. Burada isə demək qazanılmışı göz alması ilə əlaqələndirir. Doğru fikir deyil. Dildə qidanın yalnız dadını hiss eləyən reseptorlar var deyir. Doğru fikir deyil. Dildə həm istini, həm soyuğu, həm dadı, həm təzyiqi, həm temperaturu hiss edən reseptorlar var. Dil o reseptor müxtəlifliyinə görə digər analizatorlardan daha üstündür. Daxili qulaqda oval pəncərə müvazinət duyğusunun əmələ gəlməsində iştirak eləyir. Daxili qulaqda oval pəncərə var, lakin o müvazinətdə deyil, eşitmədə iştirak eləyir. Doğru fikir deyil. Eşitmə reseptorları dalğa şəklində qıcığı qəbul edir. Doğru fikirdir. Görmə reseptorları və eşitmə reseptorları dalğa şəklində. Biri işıq şüalarını, digəri isə səs dalğalarını qəbul edir. Bu fikri doğru kimi götürə bilərik. Şərti və şərtsiz reflekslərdən söhbət gedir. Gəlin yadımıza salaq. Şərti refleksi insan həyatda qazanırdı. Şərtsiz refleksi isə anadan gəlmə olurdu. Bu zaman irsən nəsildən nəslə ötürülürdü. Beyin yarımkürələr qabığı önəmli deyildi. Şərti refleksdə isə beyin yarımkürələr qabığı önəmli idi. Hər ikisi üçün ortaq bir cəhət seçməliyəm. İrsən nəslə ötürülürü mən şərti refleks haqqında deyə bilmərəm. Fərdi təcrübəyə əsaslanırı şərtsiz refleks əsasında deyə bilmərəm. Refleks qövsündə baş beyin yarımkürələr qabığı şərti refleks üçün doğrudur, şərtsiz üçün önəmli deyil. Daxili tormozlanma biz şərti refleksdə hiss eləyə bilərik, şərtsizdə yox. Xarici tormozlanma isə hər ikisinə aiddir. Deməli, B bəndini mən hər ikisi üçün yaza bilərəm ortaq cəhət kimi. Yer kürəsində həyatın yaranması ilə nə formalaşmağa başladı? Həyatla nə əlaqələndirərəm? Əlbəttə ki, biosfer, canlılar yaşayan yer təbəqəsini. İnsanda onurğa sütununda 34 fəqərə var. Neçə fəqərə birdən çox fəqərə ilə birləşmə əmələ gətirir. 33-34 fəqərənin olduğunu bilirik. Deməli, artıq büzdün fəqərəsini mən burada çıxacam və birinci boyun fəqərəsini çıxacam. Niyə birinci boyun fəqərəsini çıxdım? Çünki birinci boyun fəqərəsi bir tərəfdən ənsə sümüyünə, digər tərəfdən ikinci boyun sümüyünə fəqərəsinə birləşir. Zaten birinci boyun fəqərəsi bir fəqərə ilə
Büzdümün sonuncu sümüyü isə, fəqərəsi isə yalnız bir tərəfdən fəqərəyə birləşir. Ona görə də 34-dən 2 çıxıram. Cavab 32. A planarinin həzm sistemində qida iki istiqamətdə hərəkət edir. Çünki çox sadə bir sualdır. Anal dəlik yoxdur. Qida gedir bağırsağın sonuna qədər. Anal dəlik olmadığına görə yenidən ağız vasitəsilə lazımsız qida maddələri bədəndən kənarlaşdırılır. X maddəsində həm adenin var, həm timin. Y-də isə yalnız adenin və urasil. Z-də isə makroergik rabitə və adenin var. Baxın, Z həm ateif olar, həm də adeif. Deməli, mən B bəndini çıxdım. Baxın, B bəndini çıxdım. Çünki ateif də ola bilər, adeif də ola bilər. Y-də isə urasil var. Deməli, Y-də adeif, baxın, DNT bəndlərini çıxıram artıq. Bax, buradan DNT bəndlərini çıxıram, urasil ola bilməz. Ateif olan hissəni də çıxıram. Çünki ateifdə yenə urasil ola bilməz. Deməli, ateif məlumat rentesi, Z-də isə, X-da isə adenin və timin olsun. Baxın, məlumat rentesində adenin və timin yoxdur. A bəndində çıxıram, indi yoxluyuram. X-da adenin və timin olsun DNT, Y-də adenin və urasil olsun məlumat rentesi, Z-də makroergik rabitə olsun adeif. Bəli, hamısı uyğun gəldi. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Onurğa beyindən çıxan sinirlər nədən təşkil olunub? Onurğa beyindən çıxan sinirlər qarışıq sinirlər olduğuna görə onlar həm hissi, həm də hərəki neyronların uzun çıxıntılarından təşkil olunub ifadəsi doğrudur. 15-ci suala baxaq. Hansı çevrilmələr insan orqanizmində gedə bilər? İnsan glikozanı sellozaya çevirməz. İnsan glikozanı nişastaya da çevirməz. İnsan glikozanı pektinə də çevirməz. Çünki pektin balqabağın tərkibində biz glikozanı pektinə çevirmirik. Beləliklə, glikozanı, nişastanı glikozaya çevirə bilərikmi? Bəli, hər hansı bitki qidası ilə qidalanmışıq, ağzımızda nişasta glikozaya parçalana bilər. Glikogen glikozaya, qaraciyərdə glikogen toplanıb, qanda şəkərin miqdarı azdır, glikogen glikozaya çevriləcək. Glikoza glikogenə bəli, 2, 5, 6 insan bədənində gedən çevrilmələrdir. Canlıların ürək boşluğunda olan qan növünü müəyyən edin. Demək, kərtənkələnin ürək boşluğunda 2, balıqda 1, qurbağada 3 və timsahın bədən boşluğunda isə 2 qan növü var. Ürək boşluğunda olan qan növlərinin müqayisə eləyək. Deməli, mən elə bir bənd seçməliyəm ki, K M-ə bərabər olsun. K M-ə bərabərdir B bəndində, K M-ə bərabərdir D bəndində, K M-ə bərabərdir Y bəndində. Digər bəndləri çıxarda bilərəm. Beləliklə, K M-ə bərabərdir. Artma ardıcıllığın müqayisə eləyək, düz deyir. 3-ə bərabər olsun. K və M hamısından böyük olsun. B bəndini seçə bilmərəm, çünki 2 burada bərabərləşdirir. İkisi arasında qaldım. K M-ə bərabərdir. K böyükdür N-dən, düzdür. M də böyükdür L-dən. Deməli, M də böyükdür L-dən. Bu ifadəyə baxaq. K böyükdür M-ə bərabərdir. Və deyir ki, N-dən, bax burada K bərabərdir M-ə, doğrudur. Çünki 3 dənə qan növü var. N 2-dir, doğrudur, 3 2-dən böyükdür. Bu da Y bəndi daha məqsədə uyğundur. N bəndini niyə seçmədim? Çünki N 2 qan növüdür. K və M-də isə 3 qan növüdür. 3 2-dən demək nədir? Kiçik ola bilməz. Baxın, burada kiçik ifadəsi yazır, ona görə bunlar doğru deyil. Növbəti suala keçək. Müəyyən əlamətə görə dişi insan askaridinin somatik hüceyrəsinin genotipi bu cürdür. Böyük A, kiçik A, böyük B, kiçik B. Qametinin genotipi necə olar? Qametinin genotipinə baxaq. Burada crossingover yoxdur deyir. Crossingover yoxdursa, lap sadə sualdır. Böyük A, böyük B, kiçik A, kiçik B olacaq. Və kiçik A, kiçik B bizə verilib. Xordallar tipinə aid olsun, ürəyi 3 kameralı olsun. Sən bura zolaqlı kərtənkələ yaza bilərsən və göl qurbağası yaza bilərsən. Deməli, bura C və D-ni yaza bilərəm. Xordallar tipinə aid olsun, onurğa sütunu olmasın. Neştərçəni bu bəndə yaza bilərəm. 3 kameralı ürək olsun, onurğa sütunu olmasın. Anadontanı bu hissi yaza bilərəm. Bəs göl ilbizini?
göl ilbizini nə 1-ə, nə 2-yə, nə 3-ə yaza bilmərəm. Beləliklə, baxın, A bəndi verilmiş bəndlər səhvdir. A bəndi verilib, A bəndi verilib, A bəndi verilib. Baxaq, 1-ə aid elədim CD-ni. Bəli, bu da səhvdir, baxın. 1-ə aid elədim CD-ni, 2-yə aid elədim B-ni, 3-ə isə Y bəndini aid elədim. Orta yaşlı kişi orqanizmində bədən boşluğunda yerləşməyən qarışıq sekresiya vəzləri əlbəttə 2. Toxumluqlar nəzərdə tutulur. Kəllə boşluğunda yerləşən daxili sekresiya vəzlərinin sayı epifiz və hipofizdə 2-dir. Bədən boşluğunda yerləşməyən daxili sekresiya vəzlərinin sayı isə qalxana bənzər və qalxana bənzər ətraf vəzidir. Bu rəqəmlərin cəmi isə bizə 9-u vermiş olar. Nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. İnsanın böyrəklərində hansı proses gedər? Süzülmə prosesi gedər. Və prosesdən ilk sidik əmələ gəlir. Harda? Qədəhə bənzər kapsulada ilk sidik əmələ gələr. Bir sutka ərzində ilk sidiyin miqdarı, böyrəklərdən keçən qanın miqdarı 1500-1700 litrdir. İlk sidiyin miqdarı isə qandan 10 dəfə az. Yəni 150-400 dəfə. Bura yazırıq 6. Sonra prosesində son sidik əmələ gəlir. Hansı prosesdə? Geriyə sorulma prosesində. Harda? Qıvrım kanallarda. Bura 3 yazaram. Burada 1 yazaram. 4, 5, 6, 1, 3 ifadəsi doğrudur və ardıcıllıq da göstərildi. İnsanda hansı xəstəliyin törədicisi atomların ikinci növ biogen miqrasiyasında iştirak edir? İnsanda biz bilirik ki, atomların 3 dənə biogen miqrasiyası var. Birinci növ biogen miqrasiya bir hüceyrəlilərin, ikinci növ biogen miqrasiya çox hüceyrəlilərin, üçüncü növ biogen miqrasiya isə insana məxsusdur da. Beləliklə, çox hüceyrəli səbəb olsun bu xəstəliyə. Əlbəttə, mən qoturluğu götürərəm. Vəba bakteriyadır. Malyariya və leşmaniya bir hüceyrəlidir. Quduzluq isə virus tərəfindən törədilir. Nazik bağırsaqda həzm olunmuş qidanın qana sorulması prosesi zamanı qaraciyər kapilyarlarına gələn qanda zərərli maddələrin qatılığının zamandan asıllığın dəyişməsi hansı bənddə doğru göstərilib? Nazik bağırsağında həzm olunmuş qida maddələridir və qaraciyərə doğru yer alır. Zərərli maddələr, demək, nazik bağırsaqda çoxdur. Qaraciyər kapilyarlarından keçdikcə, miqdarı getdikcə azalır. Zərərli maddələrin miqdarı qaraciyər kapilyarlarından hərəkət elədikcə qaraciyər onları süzdüyünə görə miqdar azalır. Düzgün ifadəni seçin. Xərçənglərdə kitab şəkilli ağciyərlər var. İfadəni biz hörümçəklər üçün işlədirik, xərçənglər üçün yox. May böcəyində traxeyalar döş və qarıncıqda yerləşir, bütün bədənə doğru traxeyalar yayılıb. Bəzi onurğalı heyvanların sürfəsi qəlsəmələrlə tənəffüs eləyir, doğrudur. Neştərçə xarici qəlsəmələrlə tənəffüs eləyir, neştərçədə xarici qəlsəmələr yoxdur, qəlsəmə yarıqları var, xarici qəlsəmə ifadəsini işlətmirik. Qığırdaqlı balıqların qəlsəmə yarıqları birbaşa ətraf mühitə açılır, doğru ifadədir. Quşlarda tənəffüs prosesində hava kisələri də iştirak eləyir. Əlbəttə, ön və arxa hava kisələri havanı saxlamaqla əlaqədar, hava prosesində, tənəffüs prosesində ambar rolu oynayır. Demək, iştirak eləyir də 3, 5 və 6. Birlikdə 20 ədəd göl ilbizi və anadontanın ürək kameralarının sayı 54-ə bərabərdir. Gəlin baxaq. Deməli, göl ilbizini mən X-la işarəliyim, anadontanı isə Y-la işarəliyim və bunların birlikdə sayını 20 ilə ifadə edeyim. Və deyir ki, ürək kameralarının sayı isə 54-dür. Göl ilbizinin ürək kamerasına 2x, demək, göl ilbizinin ürək kamerası 2-dir. Anadontada isə ürək kamerası 3-dür. Bunların ürək kameralarına 54 yazmış oldum. Tərəf-tərəfə biz artıq çıxaq. Demək, 2x-dan x-i çıxaram, qalar x. Sistem tənlikdir. X üstünə gələrəm 2y bərabər olar 34. İndi baxaq. Baxın, bu ifadədən mən x-i nə ilə ifadə eləyərəm? X-i y-lə ifadə eləmək istəyirəm. X nəyə bərabərdir? X-i y-lə ifadə eləmək istəyirəm.
X-in yerinə yazaram 20 çıxaq Y. Üzərinə gələrəm 2Y bərabər olar 34. 2Y ilə Y getdi. Burada qaldı 20. Üstə gələk Y bərabərdir 34. Y-im də bərabərdir 34 çıxaq 20. O da bərabərdir 14-ə. Y-im 14-dür. Yəni mənim Y-im anadontaydı, düzdürmü? 14 anadontadırsa 20-dən olduğuna görə deməli 14, 16 yazdım. Bunu düzəldək. Aha. 14 anadontadırsa 14 yazırıq. 6 da göl ilbizidir və sonda məndən deyir ki, böyük göl ilbizində neçə ədəd lamisə çıxıntısı var? Böyük göl ilbizi 6 dənədir. 6-nı da vurarsınız 2-yə, 12 lamisə çıxıntısına rast gəldik. İnsan askaridinin sürfəsi normal miqrasiya eləyir. Ardıcıl olaraq hansı göstərilən ürək kameralarından, damarlardan keçə bilər? İnsanın askarid sürfə insan bədənində, ürəyində dövr elədiyi zaman ürəyin sol tərəfi ilə əlaqəli damarlarla olmur. Beləliklə, bax, mən 5-i silirəm. Burada sol tərəflə 7-dir və 8-dir. Bax, bu hissələri çıxardıram. Çünki 5 aortadır, 7 sol qulaqcıq, 8 sol mədəcikdir. Bu hissədə askaridin sürfəsi olmur. Və askaridin sürfəsi zamanı bir yuxarı boş venadır. Birdə də olmur. Ona görə mən biri də çıxdım. Gəlin baxaq, görək. 2-də ola bilərmi sağ qulaqcıqda? Bəli, sağ qulaqcıqda ola bilər. Sağ mədəcikdə? Bəli, sağ mədəcikdə də ola bilər. 4 aşağı boş venadır. Qaraciyərdən gələndən sonra əvvəlcə aşağı boş venaya keçəcək. 4-ü də götürə bilərəm. Bəs 6 nədir? Ağciyər arteriyasıdır. Oradan ağciyərlərə gedəcək. Birlikdə yoxlayaq görək, düzmü yazdıq? Bağırsağı deşərək qana gələn askarid sürfəsi əvvəlcə qaraciyərə, sonra aşağı boş venaya. Aşağı boş venadan sağ qulaqcıq, sağ mədəcik və ağciyər arteriyası ilə uyğun olaraq hərəkət eləyəcək. Beləliklə, mən sözlə ifadə elədiyim damarları və ürək şöbələrini, rəqəmlərini ayrıca yazdım. İnsanın onurğa beyninin qorunmasında iştirak etməyən sümükləri seçin. Biz bilirik ki, onurğa beyni kanalında yerləşir və o 45-46 santimetrə qədərdir. Beləliklə, mən qabırğaları seçə bilərəm. Əlbəttə, qabırğalar onu qorumur. Çanaq sümükləri də qorumur onurğa beynini. Oma fəqərələri, bəli, oma fəqərələri qorumur. Bilirsiniz niyə? Onurğa beyni 45-46 santimetr olduğuna görə gəlir bel şöbəsində bitir. Ona görə 2, 3 və 5 bəndləri onu qorumur. İnsanın döş qəfəsini verir. Elektron lövhədə döş qəfəsinə aid nümayiş elətdirir və şagirdlərə sual verir. 1, 2, 3 rəqəmi ilə göstərilənləri yazın. Birinci nədir? Döş sümüyü. İkinci nədir? Döş fəqərələri. Üçüncü nədir? Qabırğalar. Və şəkildə göstərilən skelet hissəsini qoruyan bədən boşluğu orqanlarından ikisinin adını yaz, həmin orqanların əsas funksiyasını göstər. Döş boşluğu nəyi qoruyar? Ən vacib orqanımız olan ürəyi qoruyar. Bütün orqanlarımız vacibdir. Döş boşluğunda bir də ağciyərləri yaza bilərik. İndi deyir, onun funksiyasını yaz. Onun funksiyası ürək olmasa qan bədəndə dövran eləməz. Qan dövranı. Ağciyərlərin funksiyası toxmaları və orqanları qanı oksigenlə zənginləşdirmək, tənəffüsdə rol oynamaq, bax bunlar da qana oksigen vermək yazaq. Ağciyərin funksiyasıdır. Cədvələ əsasən X, Y, Z-in qiymətini hesablayın. Hissəyə bilavasitə birləşmə əmələ gətirdiyi fəqərələrin sayı, yəni döş qəfəsi hansı fəqərələrlə birləşər? Sonuncu boyun fəqərəsi ilə birləşər, birinci bel fəqərəsi ilə birləşər. Həmin hissədə cüt sümüklərin sayı,
Döş qəfəsində cüt sümüklərin sayı 24. Həmin hissədə qan yaranmada iştirak edən sümüklərin sayı. Qan yaranmada bütün sümüklər, yəni qırmızı sümük ilə olan bütün sümüklər iştirak eləyir. Həmin hissədə dediyinə görə də döş qəfəsində də 37 sümüyün var. 26-nın üzərinə 37 gələrəm. Qiymətlərini müəyyən eləyin. Cəm istəmir. Onda qiymətlərini müəyyən eləyirəm. 2, 24 və 37 şəklində. Cəm istəsəydi 26 və 37-ni cəmləyərdim. Beləliklə, diqqətiniz üçün təşəkkür eləyirəm. Hər hansı bir sual barədə, bəlkə diqqətsizliyim olub, bəlkə tələsmişəm, tez izah vermişəm. Diqqətsizliyim olubsa, buyurun şərh bölməsində öz fikirlərinizi bildirin. Vaxt ayırıb dinlədiyiniz üçün çox sağ olun, sizə təşəkkür eləyirəm.